Bugün burada təkcə toy deyil, böyük bir xeyirxahlıq hekayəsi yazılır. Bunun təşəbbüskarı Tarix Əliyev də yanımdadır. Bildiyiniz kimi Tarix Əliyev 100 uşağı sünnət elətdirib. Bugün də onlar üçün möhtəşəm bir toy eləyir. Bu ilk deyil, mən deyim, Sapfir Saray bizə doğma məkandır. Mən bu layihəni düz 5 il deyirəm və sonuncu dəfə elə bundan 2 il bundan öncə bax bu Sapfir Sarayının möhtəşəm zalında 70 uşağı biz sünnət eləmişdik. Bugün isə rekorddur. Əslində 120 uşağı idi, biraz gecikdi deyə sünnət. 100 uşağı bugün sünnət toyu edəcəyik, amma sünnətlər olub. Olub. Bugün burada şəhid analar da iştirak edir, qazilərimiz də iştirak edir. Hətta şəhid evladı da var ki, o da sünnət olunub burada. Qazi evladı var, o da sünnət olunub. Nə gözəl, nə gözəl. Show biznes nümayəndələri də buradadır. Bu möhtəşəm sünnət toyundan möhtəşəm görüntüləri sizlərə təqdim eləyəcəyik. Sona qədər izləyirsiniz. Fərdi illərlə də tanıyıram, amma ilk dəfə tədbirimdə istədim olsun. Çünki belə işləri etmək üçün bir dəfə yox, bunu illərlə eləmək lazımdır və Fəridin də səhifəsi ölkənin ən baxımlı necə deyim, səhifələri olduğuna görə biz də istədik ki, bu xeyir əməlimizi qoy, Azərbaycanlarımız da görsünlər və burada əziyyəti olan hər kəsin Allah ürəyinə görə versin. Tolik, sən bilirsən ki, biz sən xətri çox istəyirik. Bütün sənin xoş günlərində, tədbirlərində, belə xeyirxah addımlarında yanındayıq. Çox sağ ol. Rəvan da gəlib. Rəvan da buradadır. Rəvan bugün idarə edəcək məclisi. Ansambl da Rəvanlıdır. Ansamblı 4 nəfər, Sakaşin düşüb ansambl. Yarısı düşdü Sakaşin. Rəvan, başqa müğənnilər qoyacaqsan səhnədə. Əlbəttə ki. Vəfa şərif olan istəyirəm Tağbəz Əliyev anısıyla. Vəfa dostum, xoş gəlib, səfa gətirib, buyursun Vəfa. Azərbaycan vətən sağ olsun, yenə də deyirik. Mən də hər birinizdən rica edəcəm. Birinci, Tarix Əliyevin özünü almışlar, bir ata olaraq. Hər biriniz atasız valideynsiniz. Yəni, bu hissi hər biriniz yaşamışıq. Tarixin bugün hansı hisslər keçirdiyini valideynlər bilər. Yoxsa valideynlər, onlar da inşallah valideynlər. Övladlarıma deyirəm ki, balaca nənəmi görəm, övladım əzizləyir. Deyirəm, sən yadında olmaz. Sən də balaca olanda mən səni belə əzizləyirdim. Yəni, ata olandan sonra, ana olandan sonra siz bilirsiniz ki, valideynin nə qədər məsuliyyətli var, ciddi məsuliyyətli var, sevgisi var. Allah bu sevgidən heç bir övladı, heç bir balaca çocuğu, körpəni məmnun etməsin. Uşaqlar atalı analı böyüsünlər, uşaqlar sevgi ilə böyüsünlər, uşaqlar qayğı ilə, yaxşı mənada, diqqətlə böyüsünlər. Heç bir uşaq kənarda qalmasın. Sevək onları, sevdirək onları. Həyatın ən şirin neyməti nə varsa övladlar. Gözəl təşəbbüs. Sən həmişə yaxşı işlərlə irəlidə olursan. Allah sərman eləsin. İnşallah o mahalle bağları böyük boyuna gələk. Mən burada bir şey bildirəm, biləm Gülbiyə namazlarını sevənləri çoxdur. Gülbiyə də hər zaman belə tədbirlərə iştirak edir. Amma mən deyirəm, hafta yazacaqsınız ki, belli işlərdə, mən bunu 5 il deyirəm, biləsiniz. Ona görə bu birinci ildə öyrəyirəm, Allah'a qurban olun. Allah ömür versin, gələn deyir ki, bir Gülbiyə də gələcək. Bu bağlarda təbrik edir. Var olun, var olun. Çox sağ olun, var olun.
torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qazilərimiz buradadır. Hər biriniz xoş gəlmişsiniz. Gəlin başda şəhid analarımız, atalarımız olmaqla qazilərimiz də almışdır, hörmətli valideynlər. Çünki evlatlarımız buyursana təbrikini atan. Sağ ol, Qolik var o. İlk öncə hamı çox sağ olun, əziyyət çəkib gəlirlər. Bura var olsun, başda şəhid analar, qazilər var olsun, Allah razı olsun. Sən də çox sağ ol deyirəm, belə bir ən azından tədbiri yığıncağı bura yığmışsan. Biz də ən azından bir balaca savaş görmüşüksə. Hər vaxtınız xeyir olsun. Ölkəmizin ən seçilən saraylarında olan Safir Saraya xoş gəlmişsiniz. Əvvəla şükür Allah'ın bu gündən ki, 5 ildir davam etdirdiyi bu missiyanı bu ildə yaxşı insanların sayəsində, yaxşı dostlarımızın sayəsində sabah yadımdan çıxacaqdır, sizin haqqında pis nəsə deyərəm, şu deyərsə ki, məndən pul alın. Ömrümdə bu məndən həyat ömürgədə pul salın. Kotik toy edir, bayram eləyir, uşaqlara sünnət eləyir. Canım, o gün olsun bir aşkıya toy edəsən. Sağ ol, başına dönərəm. Herkese salam, kanalıma xoş gəlmisiniz. Aparıcı prodüser Tarix Əliyev yenidən xeyir işlə bağlı gündəmə gəlib. O, 100 uşağa sünnət toyu təşkil edib. Həmin görüntüləri sizlərə təqdim edirəm.